Hər kəsə salam. Bu gün biologiyadan Time nəşriyyatına aid olan sınaq toplusundan ümumi sınaq 24-ə baxırıq. İlk 13 sualı bu gün işləyəcəyik. İlk sualımızda deyir ki, şəkildəki canlıda olmaz. Şəkildə gördüyümüz quş, yəni göyərçindir. Baxırıq suallara. Əlbəttə ki, bilirik ki, pəncədə caynaqlar və pulcuqlar mövcuddur. İçi hava ilə dolu boş borlu sümüklər mövcuddur. Eyni zamanda ifrazat və cinsiyyət məhsullarını xaric etmək üçün klokası var. Lakin sərbəst büzdüm fəqərəsi yoxdur. Fəqərələr birləşir büzdüm sümüyünü, yəni ki, pikostil yaradırlar. Düzgün cavab Y variantıdır. İkinci sualda deyilir ki, insanın ətraf skeletinə aid sümükdür. Bilirik ki, gövdənin və ətrafın skeletlərinə ayrılır. Qabırğa, fəqərə və döş gövdə skeletinə aiddir. Məhz əsas skelet dedikdə də elə gövdəni nəzərdə tutur. Lakin kürək ətrafın skeletinə aiddir. 2 D variantıdır. Üçüncü sualda deyilir ki, insanın sinir toxumasının müəyyən sahəsinə 300 hüceyrə çıxıntıya malikdir. Çıxıntıya malik dedikdə neyronlar nəzərdə tutulur. Bu sahədə dayaq funksiyasını yerinə yetirən hüceyrələrin sayı neçə olar? Dayaq dedikdə isə peyk hüceyrələr nəzərdə tutulur. Biz bilirik ki, neyronun peyk hüceyrəyə olan nisbəti 1/10 şəklindədir. Yəni, hər bir neyrona 10 peyk hüceyrə düşür. 300-ü vururuq 10-a və alınır 3000. Düzgün cavab C variantı 3000. Toxumun əmələ gəlməsində maylanma prosesində 2 hüceyrə iştirak edir. İndi biz baxırıq variantlara. Bilirik ki, erkək qıcıda toxum əmələ gəlmir. Sfaqnumda da toxum əmələ gəlmir. Avtomatik olaraq D və Y variantlarını xaric edirik. Bilirik ki, örtülü toxumlarda maylanma prosesində 3 hüceyrə, yəni əlavə endospermdə iştirak edir. Ona görə də söyüd və alma xaric olunur və geriyə qalır qara çöhrə, yəni A variantı. 4 A variantı. Növbəti sualda deyilir ki, kalmarın qolcuqlarının sayı verilib və ürək kameralarının sayı tapmalıdır. Kalmarın bir kalmarda 2 uzun, 8 qısa qol mövcuddur. Və burada qısa qolcuqların sayı, yəni 16. 16-nı bölürük 8-ə. Əgər bir kalmarda 8 qısa qolcuq varsa, 16 qısa qolcuq görək neçə kalmardadır. Yəni alınır 2. Biz bilirik ki, mollyusklar 3 kameralıdır. Ürəkləri 2-ni vururuq 3-ə və alınır 6. Demək ki, düzgün cavab 6-dır. Növbəti suala baxırıq. Burada müxtəlif canlılara aid olan ürək verilib və bu canlılar haqqındakı yanlış fikirləri tapmağı tələb olunur bizdən. İlkə baxdıqda görürük ki, 2 kameralı ürəkdir. Bu əlbəttə ki, balıqda mövcud ola bilər. Yəni ki, ilk balıq ürəyidir. Növbətisinə baxdıqda görürük ki, 3 kameralı ürəkdir. Bu, suda, quruda yaşayan və sürünənlər ola bilər. C variantında isə 4 kameralı ürək görünür. Bu da quşlar və məməlilərə aid ola bilər. İndi isə gəlin canlıları tapdığımıza görə hansının nəyə aid olduğunu müəyyən edə bilək. İlk sualda deyilir ki, A canlısına caynaq olmaya bilər. Biz baxdıq ki, A balıqdır. Əlbəttə ki, balıqda caynaq yoxdur. B variantında deyir ki, C canlısı diafraqmaya malikdir. Biz dedik ki, C məməli ola bilər. Demək ki, burada diafraqma mövcuddur. Məməlilərdə diafraqma olur. C variantında deyir ki, B canlısı pulcuğa malik ola bilər. B canlısı sürünən və suda, quruda yaşayanlar ola bilər və bilir ki, sürünənlərdə əlbəttə ki, pulcuqlar mövcuddur. Sonra D variantında deyir ki, B canlısına tük örtüyü olur. B suda, quruda yaşayan və ya sürünəndir. Nəzərimizə çatdıraq ki, hər ikisində tük örtüyü mövcud deyil. Yəni ki, D variantı yanlışdır. Y-də isə deyir ki, C canlısına caynaq ola bilər. Biz bildik ki, C canlısı quş ya da məməli ola bilər. Ona görə də ki, əlbəttə ki, caynaq mövcuddur quşlarda. Demək ki, yanlış variantımız D-dir. Növbəti sualda deyilir ki, zəncirotunun 12 dilci şəkili çiçəklərində olan ləçək, erkəkcə yağı və dişicə yağıcıqlarının cəmini tapın. Lövhəmizi təmizləyək. Sualda deyilir, sualı müəyyənləşdirmək üçün ilk öncə çiçək düsturunu yazmalıyıq. Gəlin çiçək düsturunu yazaq. Demək ki, C5, L5 mötərizələr var bunlarda. L5, Y5, Y5 və D1-dir.
Nəzərimizə çatdıraq ki, dişici yağısı 2 dənədir. Dişiciklə dişici yağısını qarışdırmayaq. Dişicik 1, dişici yağısı 2 dənədir. Əgər bir çiçəkdə bu qədərdirsə, o zaman görək 12 çiçəkdə neçə dənədir? Yəni ki, 12 vurulsun 5, üstə gələk 12 vurulsun 5, üstə gələk 12 vurulsun 2 bərabərdir 144. Yəni ki, düzgün cavabımız 144-dür. Növbəti sualda deyilir ki, x-in yerinə yazıla bilər. İnsanın sümük toxuması və hüceyrəarası maddə. Biz bilirik ki, insanın sümük toxumasında hüceyrəarası maddə sümük kütləsinə 2 bölünsün 3, sümük kütləsinə 2 bölünsün 3, 2 bölünsün 3, sümük hüceyrələr isə 1 bölünsün 3 təşkil edir. 1 bölünsün 3 təşkil edir. Hüceyrəarası maddəni bölürük sümük hüceyrələrinə, yəni ki, 2 bölünsün 1 nisbətindədirsə, 8-i bölürük 2-yə, burada verilib 8 və x-i tapmaq tələb olunur. 8-i bölürük 2-yə bərabərdir 4. Yəni ki, düzgün cavabımız 4 B variantıdır. Növbəti sualda deyilir ki, hansı vəzn funksiyasının pozulması miksodema xəstəliyinə səbəb olur? Bu tamamilə nəzəriyyə sualıdır ümumiyyətlə. Və burada baxırıq ki, qalxana bənzər vəznin əlbəttə ki, hipofunksiyası nəticəsində miksodema xəstəliyi yarana bilər. Yəni ki, 9-da Y variantıdır. 9-da Y variantıdır. 10-cu suala baxırıq. Hansı göbələklərdə bütün həyat fəaliyyəti bir hüceyrə daxilində baş verir? Əgər bir hüceyrə daxilində baş verir deyirsə, demək ki, bir hüceyrəlilər nəzərdə tutulur. Baxırıq, mukor bir hüceyrəlidir. Bəli, lakin baxırıq, Maya və qov göbələyi. Əlbəttə ki, qov göbələyi bir hüceyrəli deyil. Penisil və yağı göbələyi də bir hüceyrəli deyil. Milçəkqıran bir hüceyrəli deyil. Maya və mukor göbələyi və penisil. Baxırıq, penisil göbələyi çox hüceyrəli olduğu üçün A variantda gedir və geriyə qalır Y variantı, yəni ki, 10-da Y variantıdır. 11-ci suala baxırıq, deyir ki, bitki orqanlarının təkamül baxımından yaranma ardıcıllığını müəyyən edin. Biz bilirik ki, çiçək ən sonda yaranıb, çünki örtülü toxumlu şöbəsi ən sonda yaranıb və çiçək sadəcə onlarda mövcuddur. Yəni 3 avtomatik olaraq ən sona gəlir. Beləliklə C, D və Y variantları çıxdaş olunmuş olur. Və növbəti baxırıq. İlk olaraq əlbəttə ki, gövdə yaranıb, yəni 5 gəlir. Daha sonra əlavə kök yaranıb, daha sonra baxırıq 5 gövdə yaranıb ilk öncə, daha sonra əlavə kök, qoza və qozadan toxum və ən sonda isə çiçək əmələ gəlir. Demək ki, oldu 5, 1, 4, 2, 3. Yəni B variantı. Növbəti suala baxırıq. Bizdən tələb olunur ki, ürəkdən çıxan damarların hansı rəqəmlə göstərir? Biz bilirik ki, bu arteriyadır. Arteriya qeyd eləyək. Arteriya. İndi baxırıq. Əlbəttə ki, bir yuxarı boş venadır. Bu bizə ehtiyac yoxdur. 2-yə baxırıq, aortadır, bizə lazımdır. 3 ağciyər arteriyası, bu da bizə lazımdır. Baxırıq, 4 ağciyər venasıdır, 5 aşağı boş venadır, 6 isə qapaqlardır. Demək ki, bizə lazım olan 2 və 3-dür. A variantıdır. 13-cü və sonuncu sualımıza baxırıq. Tərkibində 50 mg B vitamini olan kələm bitkin qaynatdıqdan sonra tərkibində qalan B vitamini bir insanın maksimum neçə sukalıq normasını ödəyər. Gəlin ilk öncə yazaq. Biz bilirik ki, 20% qaynadıldıqda 20% itir, 80% qalır. 80% qalır. İndi baxırıq. Əgər 50 mg-dırsa, 50 mg-dırsa, 50-ni vururuq. 50-ni vururuq 0.80. Alınır 40 və insan gündəlik 2 mg almalıdır. 40-ı da bölürük 2-yə 20.
Yəni ki, 20 gün bizə kifayətdir 13A variantı. Beləliklə, ilk 13 suala baxdıq. Əgər bəyənilərsə və davamı gələrsə, bu sınağın ardında işləyə bilərik.